Sentyabrın 10-da Qusar rayonundakı Şahdağ İstirahət Mərkəzinə gedən yolda Zindanmuruq kəndinin Aladaş məhəlləsində tanınmış iş adamı Sabir Fərzəliyevin evindən ətrafa şən musiqi sədaları yayılırdı. Evin böyük həyətində qələbəlik vardı. Buradakı şənlik Zindanmuruq kənd orta məktəbinin yuxarı sinif şagirdləri və onların müəllimləri üçün təşkil olunmuşdu. Xəfif meh, ləziz yeməklərin qoxusunu ətrafa yayırdı. Yeniyetmələrə və gənclərə, eləcə də onların müəllimlərinə əziz qonaqlar kimi xidmət göstərilirdi. Hamının üzündən sevinç yağırdı. Səbəbi isə o idi ki, bu il Zindanmuruq kənd orta məktəbinin 7 məzunu Respublikamızın ali məktəblərinə qəbul olunmuşdu. Onlardan ikisi Mustafa Azadov və Salih Ağamuradov qızıl medala layiq görülmüşdü. Mustafa'nın 657 bal toplayaraq Bakı Dövlət Universitetinin fizika, Salihin isə 637 balla Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsinə daxil olması xəbəri hamıda ruh yüksəkliyi yaratmışdı. Məktəbin bu uğurları Sudya Mançarovun adı ilə bağlıdır. Yaradıcılıq əzmi ilə çalışan gənc direktor son illər kənd adamlarının təhsilə münasibətini kökündən dəyişdirə bilib. 8 il əvvəl 32 yaşında bu məktəbə direktor təyin olunan Sudya Mançarovun işə yanaşma üsulları və tələbkarlığı öz gözəl bəhrəsini verib. Nailiyyətlər göz qabağındadır. Bugün bu kənd məktəbi ali təhsil ocaqlarına qəbul olunan gənclərin sayına görə nəinki Qusar rayonunun, eyni zamanda Azərbaycanın irəlidə gedən təhsil ocaqlarından biri sayılır. Bu uğurlara ən çox sevinənlərdən biri tanınmış xeyriyyəçi Sabir Fərzəliyevdir. Elinə, obasına bağlılığı ilə tanınan, doğma kəndi Zindanmuruqda qədim məscidin yerində yenisini ucaldan, kənd yollarının abadlaşdırılması kimi xeyirxah işlərin müəllifi olan bu adam həm də maarifçidir. O, uzun illərdən bəri kənd orta məktəbinə himayədarlıq edir, təhsildə fərqlənən yeniyetmələrə təqaüd verir, ali məktəblərə daxil olan gənclərə maddi yardım göstərir. Son illər isə onun təşəbbüsü və təşkilatçılığı ilə burada ali məktəblərə hazırlıq kursları açılıb. Gənclər üçün Ağdaşda şənlik keçirmək fikri də onun xeyirxah niyyətindən irəli gəlib. Qoy digər gənclər üçün nümunə olsun. Bilsinlər ki, təhsildə qazanılan hər uğur elin sevincidir deyib. Yemək mərasimindən sonra tədbirin təntənəli anları başlandı. Məktəbin müəllimi, Ləzgi Bəhlul təxəllüsü ilə tanınan şair Pəhləvan İbrahimov tədbiri açıq elan edərək onun əhəmiyyətindən danışdı. Əziz müəllimlər, əziz şagirdlər, bu məkanda yığışmağımızın əsas səbəbkarı çox hörmətli Sabir müəllimdir
bu məkan haqqında, ümumiyyətlə bizim dərəmiz haqqında çox gözəl sözlər danışıblar. Şairlər şeir həsr ediblər. Burada Qusarçayın xoşdur gür səsi, başqa bir aləmdir hər mənzərəsi. Durur Şüvən düzü, Ceyran dərəsi, bir də Xan bulağı Zindanburuqda. Həsəd aparıram bu doğma elə, yaxşı keçən günə, xoş keçən ilə, adamlar özlərdə təbəssüm ilə, qarşılar qonağı Zindanburuqda. Bu sətirləri yazan şair və digər şair və yazıçılar bu xalqın səmimiliyini, gözəlliyini, mehribanlığını, qonaqpərvərliyini Sabir müəllimin timsalında görüb hiss eləyib bu sözləri deyiblər. Bugünkü tədbirin əsas qayəsi ondan ibarətdir ki, bu il və keçən illər ali məktəblərə qəbul olunmuş və bu il qızıl medalla təltif olunmuş şagirdlərin şərəfinə bir məclisdir. Buraya yığışmaqla bizim məqsədimiz ali məktəblərə qəbul olunmuş şagirdləri bir daha təbrik edərək onlara can sağlığı, onlara təhsillərdə müvəffəqiyyətlər və digər təhsilini məktəbdə davam edən şagirdlərə bu stimulu yaratmaq və onlara qəbul olunmuş şagirdlər necə hörmət bəslədiyini bir daha sübut etməkdir. Bir zamanlar var idi ki, biz 300 bal, 200 bal qazana biləcəyik deyə düşünürdük. O zirvələri fəth elədik. Sonuncu 5 il müddətində bizim fəth etdiyimiz zirvələr bir-birindən uca, bir-birindən əzəmətlidir. Sabir müəllimi biz uşaqlıqdan tanıyırıq. Amma Sabir müəllimin tanımadığımız cəhətləri də çoxdur. Xeyirxah insan kimi onun şöhrəti Respublikadan xeyli kənara yayılıb. Əgər Sabir müəllim bizim məktəbimizə, məktəbin şagirdlərinə himayədarlıq eləməsəydi, bəlkə bu nailiyyətlərə biz çata bilməyiz. Tədbirimizə qonaq gəlmiş Sədaqət Kərimova öz təşəkkürümü bildirirəm. Sədaqət müəllim öz zəhməti, öz fədakarlığı, öz hörmətçiliyi, özünün milləti, xalqı, dili, mədəniyyəti istəməsi ilə çox böyük zəhmətlər çəkib və bu gün zəhmət çəkir. 97-ci ildən bu günə qədər İstanbulun qayğısında qalıb və hər sətir üzərində gecə-gündüz çalışaraq bizlərə bütün məlumatları çatdırır. Sonra söz məktəbin direktoru Sudya Mançarova verildi. Hamınızı salamlayıram. Bugünkü tədbirin əsas təşkilatçıları Sabir müəllim və Sədaqət xanımdır. Son illər görürük ki, Respublikamızda da hər tərəfdə təhsilə maraq artıb. Biz çalışırıq ki, şagirdlər arasında bir təbliğatı daha da gücləndirək ki, o şagirdlərimiz öz təhsillərində biraz da faal olsunlar. Bugün 9-10-11-ci sinif şagirdləri yığmaqda əsas məqsəd ondan ibarətdir ki, o şagirdlər də görsünlər ki, bax burada deyən dayanan tələbə ballarımız kimi onların da şanı şöhrəti ali məktəblərdən gəlsin. Harada ki elm inkişaf edib, harada ki təhsil inkişaf edib, o cəmiyyətdə mədəniyyət də inkişaf edib. Harada ki elmli insanlar çoxdur, o cəmiyyətin inkişafı da göz qabağındadır. Məhz bu amili biz nəzərə alaraq təhsilimizin inkişafı üçün əlimizdən gələni etməyə çalışırıq. 9-cu siniflər, 10-11-ci siniflər elə bir mərhələdədirlər ki, o şagirdlər artıq elmin mahiyyətini anlamağa çalışırlar və 9-cu sinifdən artıq əlavə məşğul olmaq istəyən şagirdlər Sabir müəllimin himayədarlıq etdiyi bu kurslara cəlb olunurlar. Amma bəzi şagirdlər bundan yayınmağa çalışırlar. Biz bu mərasimi ona görə təşkil etmişik ki, artıq burada bizim 8 tələbə balamız durur. Onlar hər biri bizim məktəbimizi Respublikanın ali təhsil məsələlərində təmsil edirlər. Onların tərcüməyə hallarında, onların təhsil sənədlərində bizim məktəbin adı gedir. Amma biz istərdik ki, növbəti tədris illərində onların sayı daha da çox olsun. Bu tədbirin mahiyyəti də yeni tədris ilinin başlanması ərəfəsində məhz şagirdlərdə bu təbliğatı formalaşdırmaqdır ki, elm, təhsil hər zaman cəmiyyət üçün vacibdir və hansı cəmiyyətdə bu varsa, o cəmiyyət daha gözəl inkişaf edəcək. Bu illə bizim məktəbimizin tarixində rekord bir nəticə alındı. Respublikamızın şimal zonası üzrə 3 qızıl medaldan ikisi bizim məktəbə çatdı. Bu doğrudan da gözəl nəticədir. Məktəbimizdə hər cür şərait yaradılıb, imkan var. Sabir müəllim himayədarlığı ilə biz layihələr həyata keçiririk. Siz dərk eləməlisiniz ki, bugün sizin görüşünüzə Respublikamızda öz əsərləri ilə tanınmış Sədaqət xanım kimi bir şəxsiyyət gəlib. Təsəvvür edirsiniz ki, Sabir müəllim kimi bir iş adamı sizin üçün bu tədbiri təşkil edib. Bundan yararlanmaq lazımdır. Şagirdlərin sevimlisi, onların qəlbində riyaziyyata böyük sevgi oyatmış gənc müəllim Tehran İsabalayev həmkarları adından tələbə adına layiq görülmüş gəncləri təbrik edərək onlara müvəffəqiyyətlər arzuladı.
Mən bu günləri burada dayanıb bizim dərs dediyimiz tələbələrin qarşısında doğrudan da böyük bir fəxrlə, böyük bir sevinclə demək istəyirəm ki, digər məzunlarımız da, digər məktəbdə təhsillərini davam edən şagirdlərə də həmin zirvələrə, ondan da daha yüksək zirvələrə fəth etməyi arzu edirəm. Azərbaycan Mühəndislər Universitetinin son kurs tələbəsi Hacıbalı Xasiyev doğma müəllimlərini və tələbə adını qazanmış gəncləri təbrik etdi. Biz olimpiadalarda daha yaxşı nailiyyətlər əldə edə bilərik və bəli, bugün biz bunu gördük. İki yoldaşımız fizika və riyaziyyatdan respublikada üçüncüyə tutdular. Bu hələ son deyil. Biz hələ birinci yerlərdə tuta bilərik. Biz bundan da yüksək nəticələr əldə edə bilərik. Söz tədbirin əsas təşkilatçısı olan Sabir Fərzəliyevə verildi. O, arzu edirəm ki, bütün kəndlərimizdə gənclər bilik, savad qazanmaq uğrunda yarışsınlar, dedi. Sütüyə mühəndisliyi məsləhətlər xalici, Çinlərin ihtiqalaq artıqlıqına, ailələr sponkiyelərə, ailələrin savad artıqlıqına. Ancaq uzun sıqaqlarını sütüyə mühəndis. Zan sütüyə mühəndis, işinə qeyət uzunlarınıza, Ünivani, Piradal, Qəşid var vardı, Kelli Qəşid var. Ayalı qahtaydı məktəb institutlik. Qonşu da əlbəttə ki, qaydasız o da yüksəkçilik hattı, afir haqqı var. Zazbazı ki, şəfəri git haqq koyu. Sadakat hala, qonşu da var ki, zuhada yüksəkçilik hattı verirlər. Hep bəşir var, cüzbürük var, iman kölə qasılıyım. Hem arzuluyum içiyim, advokadat içiyim, ancak savad yoğun var. Savad da kadar çok mümkün var. Hakkari çok Allah'na verir kendini kazı. Burada ayaldan var, sadıklarına iyi şükürler. Zavallı sual bakın, zaman şimdiler lastikli olur. Rızı sadıklarını verir. Bunu kendine bir. Bu eğlen zaman kendisi kazı, çünkü eğlen. Zon gençken eğlen. Yüzü çözüyor dizverini var. Gençken abur kanı, sasad mümkün el takan genç abur var. İlla sonra sadece genç de kurar. Sad anlamış bakın, zon gençken var. Kela, meşgul kıl. Çözüyor da tür koyup. Kela abresi hürmeti var. El zıması iz var. Savat çaz gerek ya. Çoğunu kazını hemişe şu arkada. Çoğunlakını uçuz hemişe hükümetiniz. Yukarıda anlamda, İlhası Madi'de, Belkıs Paparani'de. Ama kulak bir çöl asılıyım. Allah çözcan sağ kuray, kuvvet kuray, bilik kuray, savat kuray, şuva çadlah yergar kuray. Sonra o, öz ənənəsinə sadiq qalaraq tələbə adını qazanmış gənclərə pul mükafatları təqdim etdi. Tədbirə dəvət olunan Samur qəzetinin redaktoru Sədaqət Kərimovaya da söz verildi. Gözəl tədbirdir, hamının ürəyi açılır. Siz çox xoşbəxtsiz uşaqlar ki, Zindanburq kimi kənddə doğulmusunuz. Siz çox xoşbəxtsiz ki, belə müəllimləriniz var, sizin qayğınıza qalan. Siz xoşbəxtsiz ki, sizin kənddən Azərbaycan şöhrətli bir mecenat yetişib. Biz bir vaxtlar işitmişik, Mühəbbəli Əfəndi uzunlu vaxtı ilə özü məktəb yaradıb, uşaqları oxudub, Həzrəli İsaq Əfəndi vaxtı ilə Rusiyanın şəhərlərinə oxumağa uşaqlar göndərib. Bilirsiniz, az insanlar var ki, cibindən pul çıxardıb, təhsilə sərf eləsin. Sabir müəllim, bəlkə də qədrinizi pusat bilmirlər, amma mən əminəm, sizin qədrinizi biləcəklər. Və sizin o kənd üçün etdiyiniz o xeyirxahlıq işləri var. Sizin o yolları düzəltməniz, o cür məscidə təzədən can verməyiniz, onu həyata qaytarmağınız və insanların ürəyində bu təhsilə maraq doğurmağınız, məhəbbət oyatmağınız hər tərifdən yuxarıdadır. Və mən Sücə müəllimə üzümü tutmaq istəyirəm. Yaradıcı və ilhamlı məktəb direktorları çox olsaydı, bütün məktəblərdə bu əhval-ruhiyyə olardı. Siz bilirsiniz, Qusarın tarixində ilk ən gənc direktordur. 32 yaşında məktəb direktoru hər kəs seçilmir. Nadir hadisədir ki, bir kənd məktəbindən 2 gənc qızıl medal qazansın. Böyük uğurdur və ilk bizim qızımız var. Şahdağın ətəyindəki bir kənddən bir qızın instituta daxil olmağı çox gözəl. Bu qədər gözəl qızlardan gözəl mütəxəssislər olmalıdır. Mən hamınıza uğurlar arzu edirəm. Zindanburq rühə və xürriyə, Jilizgi və xön və xürriyə.
Alxınvay, Juvvalxınvay höriyə. Tünə irüh sadran kodarmir. Sadran tüməlim rin zəhmət kodarmir. Dide buba diazitar kodarmir. Juvan xür, juvan rayon, juvan respublika dik əlaludmir. Sabir müəllim işləyin. İnsan da abur qısan bilərini dik əlaludmir. Za sadrana kurtuşki, saniyetani mehteb dlavilik, ayalar ikkotna, abruz işti suvar Səbədət baxşavray. Kərimova uğur qazanmış gənclərə öz kitablarını bağışladı. Sonra ləzgilərin ənənəvi rəqs mərasimi olan dem başlandı. Müəllimlərlə onların yetirmələrinin rəqs yarışını seyr etmək olduqca maraqlı idi. Aladaşda şənlik axşama kimi davam etdi. Dəstə-dəstə evlərinə qayıdan gənclərin üzündən bəxtiyarlıq yağırdı. Onların ürəklərində sabaha inam hissi oyanmışdı.
Bu inamı onlarda Sudya Mançarov başda olmaqla Zindanmuruq kənd orta məktəbinin müəllim kollektivi və maarifçi, xeyriyyətçi Sabir Fərzəliyev yaratmışdı.